Xan nənə ayanda qaldı. Belə başıva dolanma. Necə mən səni itirdim, da sənin tayın tapılmaz. Sən ölən gün əmmə gəldin, məni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başımı qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Nə özün və nə yerin var. Hanı xan nənəm soruşdu. Dedilər ki, xan nənənin aparıbla Kərbəlaya ki, şəfasını oradan alsın. Səfəri uzun səfərdir. 1-2 il çəkər gəlincə. Necə ağlaram yanıqlı. Neçə gün elə çığırdım ki, səsim sinəm tutuldu. O mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdur, mən siz özü deyil, qoyub gedibdir. Hamıdan acıq edərkən, hamıya acıqlı baxdım. Sonra başladım ki, mən də gedirəm onun dalınca. Dedilər, səninki tezdir. İmamın məzarı üstə uşağı aparma olmaz. Sən oxu Quranı tez çıx, sən onu çıxınca bəlkə gələ xan nənə səfərdə. Tələsik rəvanlamaqda oxuyub Quranı çıxdım. Ki yazım sənə gəl indi, daha çıxmışam Quranı. Mənə sovqat al gələndə. Amma hər kağız yazanda ağamın gözü dolardı. Sən də ki gəlib çıxmadın. Neçə il bu intizarla günü, həftəni sanardım. Ta yavaş yavaş göz açdım, anladım ki sən ölübsün. Bilə bilməyən, hənuz da ürəyimdə bir itik var. Gözüm axtarar həmişə. Nə yamandır bu itiklər. Xan nənəcəm, nə olaydı, səni bir də mən tapaydım. O ayaqlar üstə bir də döşənib bir ağlayaydım. Qolu həlqə salmış iptək o ayağı bağlayaydım. Ki daha gedəmməyəydim.